Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. İnşallah ki, abunə olmağı unutmursunuz, çünki mart ayına çox az qalır. Mənim isə mart ayının hədəfim vardı ki, 5000 abunə olaq. Dəstəyinizi əsirgəməsəniz sevinərəm. İndi isə keçirik vloqa. Bu gün artıq Ramazanın 7-ci günüdür. Mən bu gündən heç bir çəkiliş eləməmişəm, çünki dünənlər çox görmüşəm. Bu gün isə full istirahət eləmişəm. Birazdan da keçirəm iftar yeməyinə. Sizi isə göndərirəm bundan 2 gün öncəyə. Deməli qızlar, gəlin sizə bizim Optavoydan olan belə təmizlik məhsullarını göstərim. Yoldaşım bunları sədəlikdən alır. Yox desin, Abşerondan alıb bu dəfəkini. Optavoydan alırıq biz həmişə. Ona görə belə ucuz olur biraz. O birislərinə baxanda, marketlərə baxanda. Belə ki, olmazsa olmazımız təmizlik salfetkası, sabunu, belə şampun, sonra orada ağardıcılar, qab şampunu, belə maçalka. Sonra isə belə bir əlcək, belə qulaq pambuğu, belə. Sonra belə salfetka, bir də ki, belə tualet salfetkası. Yəni bunlar belə toplam isə 44 manat. Salam qızlar, bugün artıq Ramazan ayının 5-ci günüdür. Görək hələ bugündən nələr çəkirəm. İndi gəlin sizə nə göstərim. Mən arxa mətbəxi yığışdırmışdım, bax elə bilhəm. İndi gəlin oranın son halına baxam. Heç bura, yəni yığışqana oxşuyur. Görün hələ yenidən nə günə qaldı. Ora qaz qoyurdu yoldaşım axşam. Hər şeyi qurdu, quraşdırdı. Nəsə qazın özündə bir problem oldu. İndi onu da apardı düzəltməyə. Belə yerlər falan. Hər şey pis günündədir. İndi buraları yığışdıracağım, amma ki onlara dəyməyəcəm. Axşam yoldaşım gəlsin, onları qoşsun. Alınsa artıq hər şey qaydasına düşsə, ondan sonra bunlar hamısı yığışılacaq. Hava da bugün tutqundur qızlar nəsə. Tutqunda olanda adamın nasiri nəsə olmur. Bir də deyiblər ki, su gəlməyəcək 2 gün. Biz də ona görə orada bataqları doldurmuşuq. Yuxarıda vannanı doldurmuşuq ki, bir də su gəlməsə, yəni susuz qalmayaq. Əslində bizim fikrimiz var idi ki, ora belə çən alıb qoyaq, həmin o hissiyə. Sadəcə ki, almadığımız üçün, yəni belə ya da su götürmüşük. İndi isə qızlar, deyirəm birdən də su gəlməz. Bunları qab yanına atmayacağım. İndi əlimdən yuyacaq. Bir də ki, təbii ki, əlcək yemək lazımdır. Bunlar da belə təmizləndi, baxın, belə. İndi isə yerləri falan tostaramlamalıyım. Bu bıçaq da burada niyə görə var? Gəlin sizə göstərim. Yəni hazırsınız bu mənzərə. Desəniz ki, ev işlərindən başqa nə iş görürsəm? Təbii ki, yenə ev işi. Bu da belə qapının son halı. Bu qapını uşaqlar qırmışdılar. Axşam isə yoldaşım təzədən yenə penaladı. Oralar falan belə gördüyünüz kimi dağıldı. Yəni biz evi düzəltməkdə daha da dağıtmağa çalışırıq. Onsuz da ki, oralara dekor vuranda onlar, o hissələr hamısı qalacaq dekorun altında. Bunlar yəni heç nə görsənməyəcək. Belə, indi isə keçirəm buraları yığışdırmağa. Bir də bu kafenin üstünü yenə həmişə kimi silməliyəm. Bir də istəyirəm ki, o şüşəni də silim, görsünüz orada əl izlərini falan. Qızlar, deməli bu Ramazana aid olan balış üzünü də belə qoydum. Əvvəl istədim o ikincə qoyam onun qarşısına. Sonra dedim ki, elə belə ortada qalsın. Əslində belə qoyulmamış qızlar. Mən də deyirəm axı bunun zamoku niyə üst hissədədir? Nəysə sonradan baxdım ki, tərs qoymuşam. Bundan kəşke 2 dənə alardım, amma nəysə bu illik bir dənə idarə eləyək. Gələn inşallah. Normalda yaxından rəngi belədir baxın. Uzaqdan biraz çox rəng tünd düşür. Hələ indi də belə rəngi tünd düşür. Amma nəysə, hətta bunun üstü mən dedim ki, belə sapla toxunmadı, amma sapla toxunma deyilmiş. Şəkil imiş sadəcə. Alacaq içi, kim dərsini bilməsə, alacaq içi, kim dərsini bilməsə, alacaq içi, kim dərsini bilməsə, alacaq içi.
Saat 6-nın yarısıdır. Buraları belə bitirdim. Daha doğrusu buraları çoxdan bitirmişdim əslində. Sadəcə olaraq həkimə getdik. Oğlum o çənəsinin sarğısını dəyişməyə. Bir də ki, axşam yeməyinə o qədər də bir şey hazırlaya bilmədim. Mən elə bildim ki, yoldaşım iftara gedəcək, amma sən demə o bugün deyilmiş. Nəysə, son anda bildiyim üçün belə ət qoydum. Nə bişirirəm? Təbii ki, bozu baş. Ən asan və ən sevimli yemək. Nəysə, bir də gəlin sizə nə göstərim. Dünənki dediyim o qaz məsələmiz də həll oldu. Belə qazı da qoyduq. İndi oralar belə ləkəlidir batıb. Onları da bir gün təmizləyərəm. Belə. Buraların da cüblər atılmalıdır. İndi isə gedirəm yeməyimin qalan hissəsini tamamlanmağa. Belə, buralar da yudum oldu, tərtəmiz. Amma prosesini sizə göstərmədim ki, çox uzun və sıxıcı olmasın. Deməli qızlar, bura niyə bu gündədir? Bizdə usta pilləkəni yığandan sonra lakını falan vurmuşdu hər şey qaydasında. Sadəcə olaraq lakını necə vurubsa artıq bilmirəm. Belə bir müddət keçəndən sonra bütün belə ləkə-ləkə olur. Sonra isə başlayıram buraları belə şotka ilə sürtməyə. Qızlar, baxın indi pilləkəndən çıxan kiri. Hələ əskini dəfələrlə yumuşam ha, yəni əskidən çıxan kir deyil. Sadəcə şotkanın suya dəydiyi hissələrin kirləridir bax. Mən qızlar demişdim, havanları doldurmuşuq ki, bəs birdən su kəsilsə, burada su ehtiyatımız olsun. Amma ki, su kəsilmədi. Yəni boş xəbərmiş. O qədər də su heyif oldu həqiqətən. Çox pis oldum bu suyu belə doldurmağımızı. Sadəcə o qədər belə məktəb qrupları, nə bilim xəbər kanalları falan yaymışdı ki, bəs 2 gün Abşeron və Sumqayıt hissələrdə yəni su olmayacaq. Nəysə, indi bundan məcbur boşaldacağım. Yəni, boşaltmaq məcburiyyətindəyim, çünki bu belə qala bilməz. Nəysə, indi onun suyunu açdım, boşaldı. Buraları da belə hər tərəfi yudum, təmizlədim. Yəni, çəkmədim təbii ki, çünki çox sıxıcı olardı. Bir də ki, indi oralara falan fikir verməyin, oralar hamısı qapağı falan. Əslində istəyirəm ki, belə bir dolab eləyək də, balaca bir şey. Üstünə isə ya tablo vuraq, ya nəysə vuraq, orası işıq qoymuşuq onun üstünə ki, bəs ora dekor falan eləməyə. Görək indi oranı sonra necə bir şey yığacaq. Nəysə qızlar, fikrimdən yayındım. Buraları falan hər tərəfi sildim. Bir də ki, siləndə də içində vermir falan atmışdım. İndi yuxarıdan qəşəng bir iyi gəlir. Qapıları falan da sildim. Üstündə uşaqların əl ləkələri falan var idi. Təbii ki, heç bir şey çəkmədim. Çünki dedim, çox təmizlik çəkirəm, sizin üçün sıxıcı olmasın. Artıq qazımız qoşuldu. İndi isə bunun sitəsini eləyək. Yandı. Amma zəif gəlir yəni. Qızlar, gətirdim onu içəriyə, çünki çöldəki qaz zəif gəlirdi. Mənim də vaxtım az olduğundan dedim elə evdə pletkada bişirim. Arada da belə vərgə pulu bişirirəm. Bir də ki, burada bizim belə hissə verilmiş balığımız var. Bunu keçən səfər almışdı yoldaşım. Başım qarışıb ev işlərinə. Bir də baxdım ki, artıq saat 5-dir. Ona görə dedim tez bazar nə eləyə bilərəm. Fikirləşdim ki, vərgəli plov eləyim. Yanına da belə hissə verilmiş balıqla. Bu arada bugün axşamda ana ilə ata gələcək. Bilmirəm, onlar gələndə çəkə bilərəmmi, yoxsa yox. Baba, numaranı bilirsin. Açaklar iyiydi. Açakları bu. Oturma, açakları boyda oturma. Kartımı yaz. Yaz ki pul yığılır. Hə, çəkirəm. İmkanı şəxslərin müalicə pullarını İranın müalicəsində. Dedə özün də çəkirəm də nə. Canlı yayımda son danış. Bir də bunu bu da qardaşıdır. Bunda da sifət genişlənməsi baş. Bu da yığılmalıdır. 3 bin ona yığa, 200 bin de burada yığa. Gecənin 4-5 bin ödəyim belə.
Ay Allah. Amma getdilər. Mən isə burada imsak vaxtı üçün keks hazırlayıram. Belə portağallı. Bir də bunun məndə belə qəlbi var. Bir dəqiqə. Bax. Evlərdə yıxdığını çəkirsən, hər dəfə. Hələ yox, görürsün. Çəkeyim. Hə. Qızlar. İşte, amma bilmirəm onundan mı, yoxsa nəyindən mi? Onu əslində az oldu elə bilirəm, yoxsa qabartması mı yaxşı olmadı? Yəqin ki, qabartması yaxşı olmayıb. Hər nəsə, yəni o qədər də qabarmadı. Yəni birazca qabarıb da daha doğrusu. Normalda bunun üstü belə oval formada olur, yaxşı qabaranda elə olmadı amma. Nəysə, birazdan çıxaracağım görüm hələ necə olub. Amma belə iyisi superdir, həqiqətən portağalın iyisi çox gözəl gəlir. Baxın qızlar, keksimizdən son halı belə oldu. Həmişə belə olmurdu, amma bu dəfə niyə belə oldu bilmirəm. Amma məncə yenə də yaxşı görsənir. Yəqin ki, dadı da yaxşı olar. Qızlar, vlogumu da artıq burada sonlandırıram. Əgər bura qədər izlədinizsə videonu bəyənməyi, kanala abunə olmağı və yorumlarda fikirlərinizi yazmağı unutmayın. Hələ də abunə olmadan baxırsınızsa, qızlar zəhmət olmasa abunə olun ki, mart ayına qədər 5000 abunə olaq. 5000 abunə olaq, canınız məndən qutarsın. Düz ondan sonra da qutarmayacaq. Ondan sonra da yenə də il sonuna qədər 100.000 hədəfim var. Nəysə qızlar, 100.000 olana qədər belə sizin başınızı xarab edəcəm yəqin ki. Ona görə abunə olun ki, sizdən tədər çəkim. Hələlik.